Değerli kanal izləyicilərim, sizi çox gözəl bir ərazidən, Qaraçuxur qəsəbəsindən üzü Günəşli qəsəbəsinə gedən yolun üstündə hündür bir ərazidə, villaların yerləşdiyi bir ərazidə çox gözəl bir evlə tanış eləməyə gəlmişəm, əziz dostlar. İstəyirəm ev haqqında məlumat verim. 2 sot yarımın üstündə inşa olunub. 80% işlər görülüb. Qalan işləri də ev sahibi tamamlayıb müştəriyə təhvil verə bilər. Dostlar, ev həqiqətən çox keyfiyyətli tikilib. Hava kəsmələr hamısı monolitdir. 3 mərtəbəli evdir. 1-ci mərtəbə zirzəmidir. 2 mərtəbə yaşayışdır. 1-ci mərtəbəsi zirzəmidir, əziz dostlar. Gördüyünüz kimi ağla ilə düzlənib. Evdə yüngül işlər qalıb, dediyim kimi. 80% işlər görülüb. Evin daxilini də sizin üçün təqdim edəcəm, əziz dostlar. Giriş qapısı jalüzdür, pultuna qazı, işığı, suyu çəkilib, hazır vəziyyətdə. Sənədlərdəki paket qutsan. Kim istəsə, ipoteka yoluyla da villanı ala bilər. 6 otaqdır, dostlar, 6 otaqdan ibarətdir. Deməli, 350 kvadrat hardasa ümumi sahəsi var. Görünüşü də görürsünüz də, dəyərli izləyicilərim. Həqiqətən müasir, zövqə uyğun, fərqli bir layihədə tikilib, fərqli bir proyektlə tikilib. Zirzəmin göstərməyəcəm dostlar, hal-hazırda iş gedir. 1-ci, 2-ci mərtəbədə olan otaqları təqdim edəcəm. Yerləşmə yeri həqiqətən çox gözəldir. Hündür bir ərazidə, dediyim kimi Qaraçuxurdan üzü Yeni Günəşli qəsəbəsinə gedən yolun üstü hündür bir ərazidə yerləşir. Ərazini tanıyanlar bilir. Bura evin zalıdır, dəyərli izləyicilər. Bu zalda istipol olacaq. Dediyim kimi, kim istəsə bu vəziyyətdə də ala bilər. Qiymətlər fərqlidir. Zal haradasa 35-40 kvadrat belə geniş ölçülərə sahibdir. Elektrik, santexnik işlər görülüb, toku çəkilib, sayğaçlar qoyulub. Evin kommunal sistemi hamısı təmin olunur. Belə bir xol hissəsidir. Burada 1-ci mərtəbədə zaldan əlavə belə bir otağımız var. Belə bir sanuzel. Sanuzelin sanitar qovşağın kafe elementləri işlənilib artıq. Və 1-ci mərtəbədə hardasa 20 kvadrat metr ölçülərə sahib olan mətbəxtimiz var. Mətbəxtin də mətbəx mebelinin yerinə qədər qoyulub dostlar. Dediyim kimi, yəni 80% işlər görülür. İndi isə dostlar, evin 2-ci mərtəbəsi var. Buradan zirzəmiyə düşürük, göstərməyəcəm. 2-ci mərtəbəni təqdim edəcəm. Qəsmələr hamısı monolitdir. 1 ilə 2-nin arası monolitdir, dəyərli izləyicilər. 2-ci mərtəbədə deməli 1, 2, 3, 4 otağımız var. Belə bir geniş otaq, 1-ci mərtəbənin zalında olduğu kimi belə bir 30-35 kvadrat metr sahəli yataq otağımız var. Buradan eyvana çıxışı var. Layihəsi çox gözəldir dostlar, həqiqətən. Ürək açan, xoşa gələn bir layihəsi var. Qarşısında eyvan hissəsi. Növbəti otaqları da bilən göstərək. Burada həddindən artıq geniş, hardasa 30 kvadrat metr sahəli növbəti bir otağımız. Hər 2 mərtəbədə sanuzel, sanitar qovşağımız var. Vitraj pəncərə qoyulub, gördüyünüz kimi. Dörd otaq, dediyim kimi, 2-ci mərtəbədə, 2 otaq da 1-ci mərtəbədə. Pirusdakı dostlar, zirzəmisi var, dediyim kimi, zirzəmidə də əlavə 3 otağımız var. Yəni, hündürlüyü yüksəkdir. Zirzəmini otaq kimi istifadə etmək mümkün. Dostlar, bu ev ərazi olaraq həqiqətən çox gözəl bir yerdə yerləşir. Kim istəsə gəlib baxa da bilər inşallah. Sənədlər tam qaydasında, dediyim kimi, paket qutsa. Eyni bu qaydada 3 ədəd evimiz var. Tikilib, hazır vəziyyətdə. Digər 2 evdə, yəni bu qədər iş görülməyib. Bu evdə 80% işlər görülüb. Digər 2 ev, hardasa, belə deyim də, onların işləri var. Bunlar da yəni o vəziyyətdə almaq olar. Ətrafını göstərəcəm çöldən. Bu evin qiyməti bu vəziyyətdə 280 min manatla ev sahibi real alıcıya təklif edir. Yox, əgər tam təmirli vəziyyətdə istəsəz, 300 min manatla ev sahibi real alıcı üçün bu evin qiymətini təklif edir.
digər evləri də göstərəcəm dostlar. İzləmədə qalan sənədlər hamısında paket kurtçadır. Hər 3 evin kurtçası var, kommunallar qaydasında ipotekaya da yarayır. Videolarımızı izləməyi, kanalımıza abunə olmağı da unutmayın. Sağ olun, var olun.